Cimə də çevirmək olar. Təcvid elmində var. Qad cə də demək olar. Qad cə şəklində də demək olar. Demək oxuyuruq. Qütbizə şəklində oxuyaq. Qad cəə. Burada cəədə məddi müttəsildir. Bu cənin üstündə olan məddi müttəsildir. Çünki cəə feildir və həmzə məddə aiddir. Demək feillərdə demək bu həmzə feillə bir yerdə işlədiyinə görə ona görə bizdə bu məd olacaq məddi müttəsil və 4 hərəkə miqdarında bunu qaldırmaq olar. Sonra qad cəənə ənədə burada nə 2 səs qədər qaldırılır. Çünki nun hərfindən sonra təbi mədli hərf gəlib, əlif hərfi və ona görə 2 səs qədər bunu qaldırırıq. Nəzirun, nəzirunda nun hərfi incə samitlər qrupuna aiddir. Zədən sonra kəsrə gəlir, sonra yə hərfi gəlir. Təbi mədli hərflər qrupuna aiddir yə hərfi. Ona görə zini uzadırıq. Pəltək zə hərfidir. 2 səs qədər uzadırıq. Nəzirun, nəzirunda burada gözü ixva yazılıb. Yəni tənvindəki nun səsi nəyə yetişir? Burada fəyə yetişir. Bu da bizdə fə ixva hərfidir. Ona görə burada tənvindəki olan nun səsini nemirik? Gizlədirik fənin məxrəcində və belə olacaq. Nəzirun, nəzirun fəkəzzəbnə. Fə hərfinin məxrəci demək üst dişlərlə yuxarı.